Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abidələrin bədii estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Bunu Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Faruk Hüseynli deyib. O bildirib ki, sözgedən hal tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tənzimlənir. Qurumun sözcüsünün sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. Faruk Hüseynli deyir ki, hazırda Bakı şəhərində tarixi abidə statusuna malik belə yaşayış binalarının sayı 500-ə yaxındır. Ölkə ərazisində dövlət qeydiyyatına alınan bütün daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı ictimaiyyət üçün açıqdır.